biz onların siğa barəsində olan əqidələrini insanlara təqdim edəndə, insanlara onların bu yöndən iç üzlərini açıb göstərəndə, yenə də özlərini müdafiə edə bilmədilər və başladılar cürbəcür fikirlər ortaya atmağa. Məsələn, dedilər ki, bu cavan oğlan evlənənəcən necə səbr etsin? Və ya bir kişi gedir bir xarici ölkəyə, iş dalınca 2 il, 3 il orada yaşayır, orada necə səbr etsin? Zinə etməlidir məkər və alternativ çıxış yolu olaraq siğəni ortaya atdılar və özlərini bu cür müdafiə etməyə çalışdılar. Və təbii ki, batil kəlmələrdir bu kəlmələr. Necə məkər cavan oğlan evlənənəcən necə səbr etsin? Onun bacısı necə səbr edirsə, qardaşı da elə səbr etsin. Necə məkər iş dalınca 2 il, 3 il xarici bir ölkəyə gedən kişi orada necə səbr etsin? Onun arvadı evində necə səbr edirsə, kişisi də orada elə səbr etsin. Məgər şəriətin hökmləri sən kişiyə görə gəlib, yoxsa qadın kişi ümumidir? Və xülasə, bütün bunların müqabilində yenə də heç nə deyə bilmədilər və yenə də öz üzərlərində olan bu ləkəni öz üzərlərindən ata bilmədilər və dedilər ki, bu ləkəni öz üzərimizdən təmizləyə bilmirik, bari bu ləkəni ataq əhl-i sünnətin üstünə və dedilər ki, bizdə, sizdə, yəni əhl-i sünnətdə də misyar nikahı var. Misyar nikahı. Və dedilər ki, bu da elə siğənin özüdür. Və təbii ki, bu batildir. Bu da yenə də yalandır. Yenə də onların dırnaq arası elmi hilələridir. Və birincisi, əhl-i sünnədə onların tərif etdiyi kimi, onların təqdim etdiyi kimi, onların tanıtdığı kimi misyar nikahı deyiləcək bir nikah yoxdur. Belə bir nikah yoxdur əhl-i sünnədə və əsla da olmayıb. Və misyar nikahı həqiqətdə nədir? Həqiqətdə evlənən qadının öz ixtiyarı ilə bəzi hüquqlarından imtina etməsi. Bu da xüsusən ikinci və üçüncü və dördüncü zövcədə olur. Məsələn, qadın ikinci zövcə olaraq bir kişiyə gedir və müəyyən şərtlər ilə razılaşır. Məsələn, deyə bilər ki, mən mehirdən imtina edirəm və ya deyə bilər ki, ehtiyac yoxdur, bir gün onun yanında olasan, bir gün mənim yanında olasan, tutaq ki, onun yanında qal, yəni birinci zövcəvin yanında qal, öz uşaqlarına bax, həftədə 2 dəfə mənə dəysən, mən buna razıyam, tək ki, mənim arxamda ol, mənim dayağım ol, mənim ərim ol. Yəni, bu cür. Yəni, qadın bəzi müəyyən hüquqlarından özü öz xoşluğu ilə imtina edir və buna bəzi fəqihlər deyiblər ki, misyar nikahı bu mənada. Yoxsa rafizlərin cəmaata hilə ilə təqdim etdikləri mənada yox. Və misyar nikahı, yəni adi nikahdır. Əhl-i sünnədə nikahın başqa bir forması, başqa bir qaydası, başqa bir adı yoxdur. Nikahda 3 dənə şərt var. Hansı növü olur olsun, istəyir qadın dul olsun, istəyir bakirə olsun, nə olursa olsun, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə səhih sənədlə varid olub, atanın izni olmadan və 2 şahid olmadan nikah batildir. Belə bir nikah batildir. Amma onlar belə bir şey iddia edə bilərlər və necə ki, bəziləri ediblər, bu da onların növbəti dırnaq arası elmi hilələridir. Mən buna elmi hilə deyirəm və ya yalan. Çünki bunun başqa bir adı yoxdur.
onlar deyirlər ki, əhl-i sünnədə misyar nikahı var. Yəni, bunu başqa cür təqdim edirlər və deyirlər ki, yəni, boşanmaq niyyəti ilə evlənmək. Boşanmaq niyyəti ilə evlənmək. Və deyiblər ki, əhl-i sünnətin bəzi alimləri deyib ki, və əhl-i sünnət alimləri deyib ki, boşanmaq niyyəti ilə kimsə evlənsə, bu nikah səhihdir. Belə. Birincisi, bunun cavabı olaraq onu deyə bilərəm ki, bəli, əhl-i sünnət alimlərindən bəziləri bunu deyib. Deyib ki, boşanmaq niyyəti ilə, yəni 1 ildən, 2 ildən sonra boşanacam niyyəti ilə, boşanmaq niyyəti ilə kimsə evlənsə, bu nikah səhihdir. Bu nikah səhihdir. Bəli, bəzi əhl-i sünnət alimləri bunu deyib. Və rafizlər bunu gətiriblər və cəmaata elə təqdim ediblər ki, baxın, bu eyni ilə siğənin eynisidir. Əsla, bu yalandır və hilədir. Bu yalandır və hilədir. Çünki ümumiyyətlə əhl-i sünnətə görə boşanmaq niyyəti ilə evlənmək haramdır. Yəni o mənada ki, kişi 5 aydan sonra, 10 aydan sonra, 1 ildən sonra, 2 ildən sonra boşanacam niyyəti ilə hansısa bir qadınla evlənir və onu aldadırsa, həmin kişi qiyamət günü o əməlinə görə cavab verəcək. Çünki nikahda, ailə qurmada şəriətin məqsədi bu deyil. Ki, kişi şəhvətini ödəsin və bununla da çıxıb geçsin. Əhl-i sünnət alimləri deyəndə ki, kimsə boşanmaq niyyəti ilə evlənsə, bu nikah səhihdir, onlar deməyiblər ki, kişi bununla savab qazanır və ya günahdan azad olur. Xeyr, həmin kişi bu əməli ilə günah sahibidir və həmin kişi bu əməlinə görə qiyamət günü cavab verəcək. Amma o ki qaldı, o alimlər ki deyiblər, belə bir nikah səhihdir, yəni belə bir nikah zahirdə səhihdir. Zahirdə. Niyə? Çünki evlənəcək qadın və evlənəcək qız və onun vəlisi, yəni onun atası və o nikaha şahid olan müsəlmanlar o kişinin qəlbində olan niyyəti bilmir. Hardan bilsinlər? Hardan bilsinlər ki, bu kişi bu qadını, bu qızı 2 ildən sonra boşayacam niyyəti ilə alır? Bunu hardan bilsinlər? O nikahı kəsən hardan bilsin bunu? O nikaha şahid olanlar hardan bilsin bunu? Qız bunu hardan bilsin? Evlənəcək qadın. Həmçinin onun vəlisi, atası bunu hardan bilsin? Yəni bu nikah zahirdə səhihdir. Niyə? Çünki kişi gəlir, evlənir. Və nikahın bütün şərtləri ortadadır. Bütün şərtləri ortadadır. Mehir ortadadır. Qadının icazəsi ortadadır. Qadının vəlisi oradadır və icazəsi yerindədir. Həmçinin ən azı 2 müsəlman bu nikaha şahiddir. Həmçinin toy olur. Bu evlilik elan edilir. Yəni kəbinin bütün şərtləri ortadadır. Kəbinin bütün şərtləri ortadadır. Və zahirən belə bir nikah səhihdir. Amma batinən o kişi öz qəlbində xəbis niyyətini gizlədib və beləcə müsəlmanları, qadını və onun vəlisini aldadıb və qiyamət günü cavab verəcək. Qiyamət günü cavab verəcək bu əməlinə görə. Bu o demək deyil ki, o kişi bu əməli ilə günahdan azaddır. Xeyr. Fəqət əhl-i sünnət alimləri deyib ki, zahirən belə bir nikah səhihdir. Necə ki, münafiqlər kimi. Məsələn, bir insan zahirən la ilahə illallah Muhammedur Rasulullah deyir və namaz qılır gündə 5 dəfə və ya Ramazan orucunu tutur və ya zəkat çıxarır, həccə gedir və s. Amma batinən kafirdir. Və kafirlərin müsəlmanlar içərisində yerləşdirdikləri bir cəsudur.
Zahirən həmin insan bizə görə müsəlman sayılır, yoxsa kafir? Zahirən bizə görə həmin insan müsəlman sayılır. Niyə? Çünki o zahirən İslamı ishar edib və İslamın şərtlərini ödəyib. Onun batinini biz bilmirik, qəlbini bilmirik. Amma qiyamət günü üzə çıxacaq bu. Amma zahirən onun İslamına şəhadət veririk biz və deyirik ki, o müsəlmandır. Həmçinin belə bir nikah. Zahirən biz belə bir nikahın düzlüyünə qol çəkirik. Deyirik ki, bu nikah səhihdir. Niyə? Çünki biz o kişinin qəlbindəki xəbis niyyətini bilmirik bu səbəbdən. Əhl-i-sünnət alimləri bunu deyib. Və görün, fikir verin, rafizilərin hiləsinə, elmi hilələrinə, yalanlarına. Subhanallah, məgər bu, belə bir nikah, siğə ilə birdirmi? Hansı ki, siğədə qadın da bilir ki, o bir saatdan sonra həmin kişinin deyil. Qadın özü bilir ki, bir saatdan sonra o həmin kişinin deyil. Və həmçinin ortada şahidlər yoxdur, evlilik yoxdur, o evliliyin elanı yoxdur. Yəni toy şəklində və başqa bir formada. Həmçinin o qadın vəlisinin icazəsi şərt deyil. Yəni vəlisinin icazəsini almır. Yəni belə desək, pozğun, əxlaqsız, fahişə bir qadındır. Bugün İranda xüsusi mut'a evləri var, siğə evləri və xüsusi siğə sahibləri var. Və onlara, həmin qadınlara müstəcira deyilir. Şiə kitablarında da var bu. İmamların adlarından uydurulmuş hədislərdə gəlib, yəni icarəyə götürülmüş qadın. Subhanallah. Məgər İslamın qadına verdiyi dəyər budur? Yəni qadın elə bil kirayə götürülmüş, icarəyə götürülmüş bir evdir, əşyadır, maldır, maşındır, heyvandır. Müstəcira, icarəyə götürülmüş qadın. Subhanallah. İcarəyə götürülmüş qadın. Və həmin qadın bir ay ərzində 50 kişinə ola bilir. 50 kişinə. Hansı iffət, hansı namus. Sonramda çıxırlar mitingə, hicab mitinqə edirlər. Subhanallah. Ged özündə olan bir qeyrətliyi həll elə. Siğənin daşını at. Və bugün Azərbaycanda olan şiə gəncləri, söhbət gedir oğlanlardan. Kimlərlə bu siğəni edirlər? Özlərində olan bu hökmü necə icra edirlər? Əxlaqsız və pozğun qadınlar üzərində. Və bunun fahişəlikdən və pozğunluqdan başqa heç bir adı yoxdur. Və hələ mən bunun üzərinə Xomeyninin və qeyrilərinin iyrənc fətvalarını demirəm. İyrənc fətvalarından danışmıram. Hansı ki, südəmər qız uşağı ilə mazaqlaşmaq, həmçinin kişinin qadınına arxadan yaxınlaşması, onunla o formada cinsi əlaqədə olması, həmçinin cinsin dəyişilməsinə dair, yəni bunun icazəli olmasına dair verilən fətvalar və s. və ilaxır. Mən bu şeylərdən danışmıram və istəmirəm bu şeylərlə ümumiyyətlə mövzunu uzadım. İxlasla.com saytı tərəfindən təqdim olundu.